Salam, mətbəximə xoş gəlmisiniz. Bugün mətbəximizin gözəl və özəl, bir o qədər də zəhmət tələb edən şirniyyatını, şəkərburanı bişirirəm. Bunun üçün ərzaqları hazırlamışam. Ərzaqların tam dəqiqliklə siyahısını videonun alt bölümündə yazacağam. Mən süddən istifadə etmirəm. Bu dəfə su ilə hazırlayıram. Görürsünüz, su nə qədərdir. Burada 1 kilo undur. Əgər siz təzə başlayırsınızsa, yarım kilo undan istifadə edə bilərsiniz və ərzaqları 2-yə bölə bilərsiniz. 4 ədəd yumurtadır. İkisi ağlı, sarılı, ikisinin isə ağını sarısından ayırmışam. Və yumurtanın üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə edib yaxşı qarışdırıram. Üzərinə xama əlavə edirəm. Xamanın hamısını əlavə edib qarışdırıram. Yumurtanın ağını balaca maskada kənarda qoymuşam. Kənarlarını bükən zaman yumurtanın ağından istifadə etmək olar ki, şəkərburanın qıraqları açılmasın. Bura vanil əlavə edirəm, 1 paçka və qarışdırıram. Onu qeyd edeyim ki, ərzaqları xəmiri yoğmamışdan 1 saat qabaq otaq temperaturunda saxlamaq lazımdır. Soyuq olmasın. Kərə yağ da artıq otaq temperaturunda qalıb yumuşalıb. Gördüyünüz kimi maya çay qaşığının ucundadır. Üzərinə ilıq su əlavə edib qarışdırıram. Maya çox vurmaq olmaz. Bu zaman şəkərburaların naxışları itər və kənarlarını bükən zaman kənarları açıla bilər. Unu eləmişəm. Burada 1 kilo undur. Üzərinə 400 qram kərə yağı əlavə edirəm. Siz istədiyiniz yağdan istifadə edə bilərsiniz. Fikir verin, yağ yumuşaqdır. Yağı ərtməyə ehtiyac yoxdur. Üzərinə 1 çimdik duz da əlavə edirəm. Və ardıcıl olaraq əvvəlcə mayanı, daha sonra yumurta xama qarışığını əlavə edirəm. Bərk xəmir yoğrulmalıdır. Əvvəlcə su əlavə etmirəm. Yağla xama yumurta qarışığını qarışdırıram. Xəmir bərk xəmir olmalıdır. Ona görə hələ su əlavə etmirəm. Və sonda stəkandakı suyun hamısını əlavə edirəm. Ümumiyyətlə, şəkərburanın xəmiri yaxşı yoğrulmalıdır və çox yoğrulmalıdır ki, üzəri kərə-kötür olmasın. Artıq xəmirimiz hazırdır. Baxın, bu cür bərk xəmir alınıb. Üzərinə salafan keçirib 10 dəqiqə gözləyirəm dincəlsin. Şəkərburanın içi hazırdır. Burada 600 qram fındıq ləpəsi aşından keçirilib, 500 qram şəkər tozu, hil, vanil. Bu hil budur. Bunu mən tavada qovururam. Qabıqla birgə qovururam. Sonra onu üyüdürəm və yarım çay qaşığı əlavə edirəm ləpənin üzərinə.
İstifadə etdiyim qaşıq bu cürdür. Nə böyükdür, nə də balaca. Bu cür xörək qaşığı istifadə edirəm. Xəmiri 2 hissəyə bölürəm. Xəmirin yarısını evimiz isti olduğundan mən soyuducuya qoydum. Siz sərin yerdə də saxlaya bilərsiniz. Və 42 qramdan başlayıram kündələr tutmağa. Xəmiri mayalanmağa qoymuruq. Onsuz da xəmir əlimizin istisində gələcək. Çalışmaq lazımdır ki, kündələri tutan zaman kündələr hamar və girdə şəkildə olsun. Çünki kündələri yayan zaman kündənin forması dairəvi və üzəri hamar olmalıdır. Burada kündənin tutma qaydasını 2 formada göstərirəm. Mən kündələri tutandan sonra başlayıram 2-2 yaymağa. Amma sizdə kömək varsa, siz 5-5, 10-10da kündəni açıb, içərisini doldurub naxışlaya bilərsiniz. Qabaqcadan niyə xəmirlərin hamısını yayıb qoymuram? Çünki qabaqcadan yayıb qoyanda xəmir yağlı olduğuna görə yağı xəmirdən ayrılır. Elə bir yağ özünü salır, xəmir yumuşalır. Və bu zaman şəkərburanı bükmək, içərisini doldurmaq çətinləşir. Ona görə mən 2-2 yayıb doldurdum. Baxın, hamar hissəsinin şəkərburanın üzünü seçdim. Kələkötür hissəsi isə içəridə qaldı. Şəkərburanın içərisinə 2 xörək qaşığı ləpə qoyub yaxşı sıxıram ki, dolu olsun. Və əgər siz birinci dəfə şəkərbura içi doldurursunuzsa, kənarlarına su və ya yumurta ağı çəkə bilərsiniz ki, kənarları bükən zaman və bişən zaman açılmasın. Ən əsas məqamı da qeyd edim ki, şəkərburanın kündəsini çox yaymaq olmaz. Yəni çox yaysaq nazik olur və içərisini ləpə ilə dolduran zaman çətinlik çəkirik. Qıraqlarını bükən zaman şəkərbura əldə artıq yumuşalır və öz formasını itirir. Hamının bildiyi cınaxı naxışında vururam. Şəkərburanı doldurandan sonra fikir vermək lazımdır. Hündür hissə şəkərburanın üzü olmalıdır. Ona görə buna fikir verib və şəkərburanın qırağını bükürük. Şəkərburanın qırağını bükmək qaydasını bir də göstərirəm. Xəmiri basıb içəriyə doğru bükürük və möhkəm bükürük ki, xəmir açılmasın. Şəkərburaya forma verəndən sonra başlayırıq naxışlamağa. Naxışlayan zamanı diqqət etmək lazımdır ki, şəkərburanı ovucumuzun içində sıxmayaq. Mən indi gül naxışı vururam. Əlbəttə ki, bunu bilməyənlər üçün göstərirəm. Bayaq da qeyd etdiyim şəkərbura çox zəhmət və diqqət tələb edən şirniyyatdır. Əsas məqamları unutmayaq. Xəmiri bərk yoğurmaq lazımdır, yumşaq olmamalıdır. Kündələri səliqəli və hamar tutmaq lazımdır. Kündəni yayan zaman nazik yaymaq olmaz. İçərisini ləpə dolduran zaman qıraqlarına diqqət etmək lazımdır ki, ləpə toxunmasın, onda qıraqlarını bükmək çətinləşir. Xəmiri yayan zaman ləpəni şəkərburanın içərisinə qoyan zaman fikir vermək lazımdır. Kələkötür hissəsi içəridə qalsın, düz hamar hissəsi şəkərburanın üzü seçilsin. Şəkərburanın içərisini doldurandan sonra hündür hissə şəkərburanın üzü olmalıdır.
Kənarlarını bükən zaman möhkəm sıxmaq lazımdır. Əgər birinci səfərdə bükürsünüzsə və yaxud bükən zaman çətinlik çəkirsinizsə, mütləq kənarlarına su və ya yumurta ağı çəkə bilərsiniz. Şəkərburanı mütləq naxışlayandan sonra listə düzüb yarım saat sərin yerdə gözlədirik ki, üzərindəki naxışları qurusun. Şəkərbura hazır oldu. Onu bir dəfəlik listə düzürük. Listə düzəndə fikir verək ki, şəkərburaların məsafələri çox olsun, yəni sıx olmasın. Çünki bişən zaman hər tərəfi bişməlidir. Gözlədirik, yarım saat şəkərburanın naxışı üzü quruyur. Yarım saatdan sonra 160-180 dərəcə temperaturda isidilmiş sobada alt gözündə bişiririk. Ara bir sobanı açıb listi fırladırıq. Şəkərburaların altına və üzərinin qurumasına fikir veririk. Üzəri qurumalıdır, bişməlidir və şəkərburanın kənarları da bişməlidir, altı da qızarmalıdır. Artıq şəkərburalarımız hazırdır. Əgər bəyəndinizsə, like etməyi və abunə olmağı unutmayın. Sizlərin də şəkərbura ilə bağlı məsləhətləriniz, fikirləriniz varsa, yazıb bizimlə bölüşə bilərsiniz. Süfrələriniz ruzulu, bərəkətli, evləriniz qonaqlı, qaralı olsun. Sağ olun, sağlıqla qalın.